Pişiklər adi ev heyvanlarından daha çox sirli varlıqlardır. Onların dərin baxışları, sakit addımları və qeyri-adi davranışları min illərdir ki, insanları valeh edib və maraqlandırıb. Onun gözlərinə baxanda sanki başqa bir dünyanın qapısını açırsan, ancaq bu marağın arxasında daha böyük bir həqiqət var. Pişiklər insanlara təkcə sevimli ev heyvanları kimi deyil, həm də sağlamlıq və sirlər dolu dünyaların açarı kimi xidmət edir. Əziz izləyici, sən də pişik saxlamaq istəyirsən və buna mane olurlar. O zaman bu videonu valideynlərin və dostlarına göstər. Bu videoya baxdıqdan sonra yəqin ki bir pişik sahibi olmaq istəyəcəksiniz. Pişiklərin sağlamlığınıza böyük fayda verdiyini eşitmisinizmi? Bəs pişiklərin ilk yaradılan heyvanlar olması inamı sizi təəccübləndirmirmi? Bu videomuzda sizə pişiklərin maraqlı və sirli həyatı haqqında məlumat verəcəyik. Ekrana yaxın oturun və uzun müddət eşitdikləriniz sizi valeh edəcək. Xalq təbabətində pişiklərlə təmas yolu ilə müxtəlif xəstəliklərin qarşısının alınması və müalicəsi bütün dünyada çox geniş yayılmışdır. İngiltərədə pişiklər həyatın dərmanı sayılır və hətta apteklərdə də satılır. Bəs pişiklərin insanlara tam olaraq necə faydası var? Onlar sinir sistemi və daxili orqanların xəstəliklərini müalicə edə bilirlər. Pişiklər sahiblərinin emosional vəziyyətinə müsbət təsir göstərir. Pişik sahibləri deyirlər ki, bu heyvanlar insanların ruhdan düşdüyü zaman sizə gəlirlər. Mütəxəssislər pişiklərlə böyüyən uşaqların immun sisteminin daha güclü olduğu və ağıllarının daha sağlam olduğunu bildirirlər. Əgər evdə pişik saxlanılırsa, bu uşaqlar daha məsuliyyətli və sevgi dolu olur. Təkcə uşaqlar deyil, evdə pişik saxlayan böyüklər də tez-tez yüksək təzyiqin təsirindən daha az əziyyət çəkir və psixoloji və emosional travmadan daha asan sağalır. Pişiklərin bizə necə rəftar etdiyinə hələ də dəqiq cavab yoxdur, lakin elm adamları pişiklərin müxtəlif xəstəlikləri müxtəlif üsullarla müalicə etdiyi ilə razılaşırlar. Onlar adətən insanların ağrılı bölgəsini hiss edir və həmin nahiyəyə uzanaraq mənfi enerjini udurlar. Pişiklərlə təmas insanlarda oksitoksin hormonunun istehsalını stimullaşdırır ki, bu da stresi və ümumi narahatlığı azaldır, ürək, damar və sinir sistemlərinin sağlamlığına müsbət təsir göstərir. Bir pişiklə təmasda olduqda bədəndə fizioterapevtik təsir göstərir və zəif bir elektrostatik cərəyan hiss edilir. Tədqiqatçılar sübut ediblər ki, bir pişiklə bir neçə dəqiqəlik məhəbbət belə infarkt və insult riskini azalda bilər və hipertoniyanı müalicə edə bilər. Xarici klinikalarda həkimlər arasında aparılan sorğuya görə insanların 44%-i ev heyvanları ilə yatmağın təhlükəsizlik hissi verdiyi və pişiyin sakitləşdirici mırıltısı sayəsində insanların daha tez yuxuya getdiyini təsdiqləyib. Pişiklərin qaranlıqda görmək, divarlarda gəzmək və hətta onların sehirli qapıları bağlamaq kimi super gücləri var. Görünür, pişiklər insanların görə bilmədiyi şeyləri bilirlər. Pişiklər tarixdən bəri insanların hörmət etdiyi ən sirli heyvanlardan biri olub. Bəziləri üçün pişiklər şər qüvvələri təmsil edir, bəziləri isə pişiklərin yaxşılıq qüvvələri təmsil etdiyinə inanır. Pişiklərin bəzən bizim görmədiyimiz bir şeyi görürmüş kimi bir nöqtəyə baxıb baxmadığını heç düşünmüsünüzmü? Pişiklər tarixən sirli güclərlə məşğul olan, sanki görünməz varlıqları görən və onlarla ünsiyyət qura bilən insanlarla əlaqələndirilmişdir. Sizə təfərrüatları verdikdən sonra pişiklərin digər heyvanlara nisbətən daha üstün qabiliyyətlərə sahib olduğuna heç bir şübhəniz qalmayacaq. Məhəmməd Peyğəmbərin pişiklər haqqında söylədiyi sözlər sizi xüsusilə təsirləndirəcək. Elm adamlarının pişiklər haqqında son zamanlar kəşf etdikləri şeylər Məhəmməd Peyğəmbərin sayəsində əsrlər əvvəl insanlara məlum olub. İslam inancına görə Adəmdən sonra yaradılmış ilk heyvan pişik sayılır. Pişikləri ev heyvanı kimi saxlamaq bütün dünyada çox məşhurdur və müsəlmanlar da istisna deyil. Məhəmməd Peyğəmbərin Muizza adlı gözəl bir pişiyi var idi. Peyğəmbər yatarkən belə onu narahat etməməyə diqqət edirdi. Həmçinin rəvayətə görə Peyğəmbər pişik satışını da qadağan etmişdi. Əbu Hürriyyənin ev heyvanlarında olan pişik ilan hücumunun qarşısını alaraq onu ölümdən xilas etmişdi. Alimlər deyirlər ki, pişiyin ağzındakı bakteriyalar insandakı bakteriyalara çox bənzəyir. Əziz izləyicilər, bu tip faydalı videoların davamı üçün videonu bəyənib kanala abunə olun.